Bir gün bir tələbə müəlliminə gileylənərək dedi: "Müəllim, nə qədər oxuyuram, amma elə bilirəm ki, oxuduqlarımın heç biri yadımda qalmır. Əziyyətim hədər gedir." Müəllim heç nə demədi. Sakitcə bir xurma uzadıb dedi: "Bunu ye." Tələbə xurmanı yedi. Müəllim gülümsəyərək soruşdu: "İndi de görüm, boyun uzandı, qolların böyüdü, gözlə görünən bir dəyişiklik hiss etdinmi?" Tələbə təəccüblə: "Xeyr, heç bir dəyişiklik olmadı," dedi. Müəllim buyurdu: "Amma o xurma bədənində itib batmadı. O bütün bədəninə yayıldı, qana qarışdı, ətə çevrildi, sümüyünü möhkəmləndirdi, damarlarını qidalandırdı, dərinə, saçına, dırnaqlarına qədər təsir etdi. Sən bunu görmədin, amma onun faydası bütün vücuduna yayıldı." Sonra əlavə etdi: "Elm də elədir. Oxuduğun hər sətir, öyrəndiyin hər məlumat bəzən dərhal yadda qalmaya bilər, amma o səni səssizcə dəyişdirir. Düşüncəni zənginləşdirir, dilini gözəlləşdirir, söz ehtiyatını artırır, baxışını genişləndirir, əxlaqına və şəxsiyyətinə təsir edir. Unutma, hər öyrəndiyin sətir səni biraz da kamilləşdirir. Ona görə də yorulma, oxumağa davam et, öyrənməyə davam et. Çünki Allah üçün öyrənilən heç bir elm, çəkilən heç bir zəhmət və axıdılan heç bir alın təri əsla zay olmaz."